Demək, Elman qardaşım yazıb ki, qardaş siz bir mələksiz insanlara təmannasız kömək edirsiniz. Demək, bu xərçəng xəstəliyi mənə nəyi öyrətdi? Mənə sağlam həyat tərzini yaşamağı öyrətdi. Mənə ailəmi sağaltmağı öyrətdi. Mənə insanlara fayda verməyi öyrətdi. Ona görə də mən bu xərçəng xəstəliyini sevirəm. Vallahi ki, sevirəm. Yəni xoşbəxtəm. Onunla xoşbəxtəm. Əgər o mənə gəlməsəydi, o, yəni mənim həyatıma girməsəydi o xərçəng xəstəliyi, mən nə insanlara fayda verə biləcəydim, nə özümə, nə də ailəmə. Ona görə də bu xərçəng xəstəliyini mən sevirəm. Ondan qorxmuram. Yəni sevgi necə olar? Bax, onu mən yaşayıram. Mən insanların sürətli şəkildə sağalmağını görəndə, yəni sevincdən yəni bəzi hallarda videonun sonunda vallahi ki, mənim gözlərim dolur. Yəni buna Allah şahiddir. Elə bilin ki, Allah mənim üçün qapılar açdı, bütün hamısını açdı, yəni mənə göstərdi ki, budur, öyrən və insanlara çatdır, paylaş. Bax belə.